Deməli, qidalanma ilə bağlı radikal qərarlar, yəni diyetə oturacağam və yaxud da ki, artıq heç nə yeməyəcəm deyə radikal qərarlar yemək yeyəndən həmən sonra mükəmməl şəkildə, yəni bu qərarlaşdırıla bilir. Mən də elə yeməyimi yedim, istədim bir şey qərarlaşdırım. 3 günlük su orucu. Özünüz bilirsiniz ki, indi məni izləyən insanlar bilir ki, mən su orucuna arıqlamaq məqsədi ilə, yəni su orucunun arıqlamaq məqsədi ilə edilməsinə qarşıyam. Amma su orucunu müalicəvi xüsusiyyətləri də var. Yəni hamıya məsləhət görmürəm ki, bu saat gedin su orucunu tətbiq eləyin qətiyyən. Amma istədim, yeməyimi yemişəm, toxam. Bilmirəm bu qərarım haqqında peşman olacağam, olmayacağam, amma hal-hazırda yəni o niyyətdəyəm. Hər 5 saatdan bir nə yaşadığımı, necə hiss etdiyim barəsində videolar paylaşacağam. Maraqlı olsa izləyərsiniz. 3 gün ərzində ümumilikdə heç bir şəkildə qida qəbul etməyəcəm, ancaq su içəcəm. Və gəlin baxaq görək mənim çəkim nə qədərdir. Və 3 gün ərzində indi bonus olaraq mənim çəkim nə qədər dəyişəcək və 3 gündən sonra mən yemək yeməyə başlayanda mənim çəkim həminki vəziyyətdə qalacaqmı? Yoxsa mən elə 3 günə itirdiyim çəkini neçə günə normal qidalanma ilə bərpa eləyəcəm? Mənim üçün maraqlı olacaq bu period. Sizin üçün də maraqlı olacaqsa səhifəmi izləməyə ala bilərsiniz. Videoları qaçırmamaqdan ötürü hər 5 saatdan bir ölmüşəm və yaxud da ki, qalmışam haqqında məlumatı videolar şəklində mənim səhifəmdən izləyə bilərsiniz.